Selam dostlar, ben Kamran Yusuf. Yeni bir videomuza hoş geldiniz dostlar. Deməli bu videoda Minimiriyevin videosuna baxacağıq və təpkilər verəcəyik. Hazırsanız başlayaq Minimiriyevin videosuna baxaq görək bizi nələr gözləyir. Videomuzu bəyənib kanalımıza abunə olmağı yaddan çıxartmayın. Bu arada Minimiriyevi etdirməyi falan yaddan çıxartmayın ki videomuzu görsün. Əgər Minimiriyev bu videonu görsənsə yorum atmağı yaddan çıxartma. Keçərək videoya. Çox pik video dostlar, çox. Hazırsanız başlayaq. Dublaj da əlavə olub bu arada. Azərbaycanda hələ ki belə video çəkən yoxdur. İlk bazarda. Nəsə başlayaq. Elimde gördüğünüz bu kutunun yenicə satın aldım ve burada olan 50 futbolcudan yalnız biri bu kutunu kazandı. Oyda, oy, animasyonlara bax. İlk 13 iştirakçılar start xəttində yerlərini aldılar. Gördüğünüz kimi çox hazır qalıblar. Uşaqlar baxın nə qədərdirlər. Meydançanın bu üzündəki olan bu cərimə meydançası xəttindən meydançanın digər tərəfində olan cərimə meydançasının xəttinə qədər qaçacaqlar. Amma bir şərt Nədir? var. Şərt odur ki, meydanın mərkəzində olan 30 topu 50 futbolcudan yalnız olacaq. 20'si udacaq. 20'si isə evə Əli boş gedəcək. 3, 2, 1, başla! Biraz elə bir tez dedi. Qaçın, dayanmayın. Hayda, yazıq bir uzdum Keçmədən qazanmış sayılmazsınız. Ola bilməz, 4 nəfər yerdə olan O, uşaqlar. dava gedirik ya. Yarışa devam edənləri qarşıda çətin turlar gözləyir. Onlar topla inanılmaz bir sınavdan keçməli və çətin bir dəqiqlik oyununu qazanmaq məcburiyyətində. Haqqını vermək lazımdır dostlar bu video. Çox bomba bir video olub. Amma öncə hansı futbolçuların finiş xəttini öncə keçəcəyini görməliyik. Və çox az qaldı, qaçın və siz qalibsiniz. Təbriklər. Və 50 futbolçudan 20'si birinci turda məğlub oldu. 30'u qaldı geriyə. Bu oyun təzə olmalı, haqqımızdır. Biz qulaq asmırıq. Və çeytaladılar ancaq bizim də asildir. Bunlar artıq utdular və ikinci turda sizi çətin turlar gözləyir. Təbrik edirəm sizi. Bu futbolçuların bahalı gizli kutunu qazanmasına sadəcə 4 oyun qaldı. Gördüyünüz kimi ikinci turda tam 30 iştirakçı var. Gördüyünüz kimi uşaqlar. Oba, Miriyə bax sən. 30 futbolçu 2 komandaya bölünəcək. Hər komandadan zərbə endirməsi üçün 5 lider seçiləcək. Və ən çox zərbəni dəqiq yerinə yetirən komanda tur 3-ə keçəcək. Komandalara bölünün. Hər komandadan 5 lider yanına gəlsin. Geriyə 15 nəfər qalacaq. Komanda çox güclüdür. Biz rəqib hiss eləmirik. Ben güvenirəm ki bizim takım udacaq. İnşallah udarım. Bilmirəm. İştirakçılar kənardan göründüyü kimi çox iyi. Bilmirəm deyən niyə gəlib yarışmaya. Bilmədikləri bir şey var. Qapıda professional bir qapıçı dayanacaq və bu onların növbəti tura keçmək şansını azaldacaq. Mənim üçün asandır. Əlim zədəli olduğu üçün atlanamıram. Yenə də bu topu tutacağam. Özlərinə çox Qapıcı. güvənirəm. İlk finalistimiz Özbə inansan. Mən də inanıram, amma qapıda professional bir qapıçı. Görək vura biləcəkmi və qoldu mu? Ayda. Necə qaçırdı? İlk zərbədən komandasını geriyə saldı. O bir komanda yoldaşlarını bırakıyor. Mən inanıram. İkinci komandadan Artıq komanda da sən Orçini görək. Liderdir bu da. Aha, vura bildim görün. O baba da vura bilmez. Dur. Qapıcı bomba da var orada. Məncə bu turda uduzan komanda çox üzüləcək. Çünki növbəti turlarda birbaşa finala vəsiqə qazanmaq şansı olacaq. Və növbəti iştirakçı zərbə endirəcək. Amma mənə dəstək eləyir, yaxşıdır. Qapıda professional. Aha, görək vura biləcəkmi? Vurdu. Hamı baxır. Oo, qola bax. Vurdu axır ki. Digər komandadan oyunçu qapıya zərbə endirəcək. O bu zərbəni qola Görək bu vura biləcəkmi dostlar? Əks halda isə komandası geriyə düşəcək. Aha. Bu vurdu mu? Bu da vurdu, bərabərdir. 1-1. Komanda üçün məncə eləməlisən bunu, hə? Komandanı daşımalısan. Bu da vurdu. Az qala 2-1. çıxacaqdı. Qırmızı takım 2'dir, mavi takım 1. Qapıçının ayağı sürüşdüyünə görə bu topu çıxara bilmədi. Uşaqlar indi yeni iştirakçımız Əli. Ya kolu buradan istəyirəm komandaları. Əli. Aha, Əli. Görək Əli vura biləcəkmi? Vurdu. Bu da vurdu. Bir şey 2-2. Növbəti iştirakçı. Mən də bir sən ara vur. Mənə bax. Mən sənə taktika verirəm. Qapıçıya görən bayaqdan tullarını oyacaq. Vur 90. Səndən xoşum gəlmirəm. Görək vura biləcəkmi? Küncə vurur. Hə, küncə də vurdu. Amma tutdu. Heyf. Növbəti iştirakçımız
Səndən çox şey asılıdır. Vursan komandanı daşıyırsan. Aha. İstəmirəm dediyim kimi yəni. Biz vuracağıq, onlar vuramıyor. Sana var ya. Ha bu da vurdu. Bu görək. Vura bildim. Amma çıxdı. Qapıcı çox güclü da bu arada. Ay. Hər iki komandadan artıq 4 nəfər zərbə endirib və son bir zərbə haqqları qalır. Əgər bu zərbələrdən sonra yenə hesab bərabər qalarsa, hər iki komandanın liderləri simeşfə edəcək. Qalib gələn qapıya zərbə endirəcək. Qol olsa komandası növbəti tura daşıyacaq. Mütləq və mütləq son 2 turu qaçırmayın. Çünki videoda olan ən maraqlı turlar ən sondakılardır. Vursan bərabərə qalır. Yo yo vurmasan belə. Mən çaşdım ha. Görək vura biləcəkmi? Oha, Ha. qapıcı onu necə çıxardı? Xəttə qapıcı. Məncə bu zərbəni qola çevirməli idi. Buna peşman olacaqlar. Bunu vursalar qazanırıq. Bunu vursan komandan qazanır. İndi hər şey bunun vuruşuna asılıdır. Bəli, mən də istərdim. Ya udacaq, ya da bərabərə qalacaqlar. Hazırsan? Hazıram. Vurdu Və son zərbəni qaçırdı. və bərabərə dələdi. Ona görə də hər komandanın lideri smeşfə eləyəcək. Si, me, şifo. Vur qardaşım, sən daha uşağım, mən də peysinə var. Nə qədər qışqı Allah, boğazım Görək vura bilərmi bu? Atdı. İndi gol idi bu yoxsa? Gol deyil deyirlər bir yana, bir yana da gol deyirlər. Vara baxacaq, vara baxır, var. İlk baxışdan zərbənin qol olduğunu sandım. Amma elə bir gol deyil məncə. Təqib ağlayır. Amma digər komanda buna tərəddüd etdi və vara baxdı. Və oyunun daha da ədalətli olması üçün mən yox, Gemini qərar verdi. Və şəkli ona atdığımda Gol değil Miri. O komandaya de ki əşyalarını yıksınlar və evə getsinlər. cavabını verdi. Amma hə gol deyildi məncə də. Mən də elə fikirləşmişdim. Ciddi sarmadılar. İndi udmuşduq. Amma Gemini də tam özü daha. Chelsea Barcelona oyunu olur kopya. Bizim haqqımızı yenilir burada. Yəni onların qapıçı xəzərlənən qapıçı olduğu üçün bunların da dostudur. Oyunu satır. Oyunu satır çox. Nice. Bizimkilə oynayamırlar. Az öncə raportaj verən futbolçu isə 2 dəqiqə sonra kameralara yaxalandı. Topu tutdu. Əgər vursa komandanı 3-cü tura daşıyır. Amma çox bomba video olsa dostlar yenə deyim. Amma bu da vurdu. Nə oldu? Adiyəsən qoldu bu. Və gol! Peki, mavi takım. 3-cü turdası. Üzgünəm amma Neyse qırmızı takım uduzdu. 3-cü turda sizə uğurlar. Və beləliklə bu komanda 15 futbolçu ilə Round 3-cü üç. tura keçdi. Hal-hazırda yanımda 15 nəfər. Üçüncü turdadılar dostlar. Görək nələr olacaq üçüncü turda. Püşü götürəcək. Amma püşlərin birində birbaşa finala vəsqə qazanma hüququ var. İnşallah burada kimin haqqıdırsa o qazanacaq. Birbaşa finala atlayacaq bir şəxs. Götürün əlimdən. Götürün. Birində yazdı finala vəsqə. Kimdə Görək çıxır? kimdə çıxır. Finala vəsqə qazandım uşaqlar. Göstər kamerayı. Ha, qaqaş finala vəsiqə. Finala vəsqə qazandı hal-hazırda. Artıq finaldasan. Futbolçular 2 turdan sonra çox yorğun görünürlər. 3-cü tura keçməmişdən qabaq isə onların fikirlərini alaq. Allah şərəfində inşallah öz bacarığımla, öz istedadımla finala getmək. İnşallah Allah nəsib etsə. Finala gedəcək. Öz bacarığım. Görək kim udacaq dostlar. Yaxşı olacaq, yəni udan yaxşı olacaq. Qaş mövqeyin nədir? İki mövqedə oynaya bilərəm. Müdafiəçi, yarım müdafiəçi, özümə nümunə götürdüyüm oyunçu Ronaldo Rahoud. Hücumçu. Sağ hücum. Orta müdafiə. Qapıçı, sol hücumçu. Hücum. Qapıçı. Döyüş qapıçı olmaq istəsənsə, mövqe hansı qapıçını fanat edirsən? Joan Garcia Barcelona qapıçısı. Sağ müdafiə. Əşrəf Hakimi. Mənim sol müdafiə. Mən Nuno Mendes. Futbolun tanrısız. Ölənə qədər Viska Barsa. Barcelona həmişə kimi. Barsa. Manchester City. Hala Madrid. Biz yarışı yəni qarantiyada udacağımız biz üçün çox zəifdir. Çempionlar Liqasında Massa adamı finalı. Bax gələcəm də alacaqlar. Rahat ol. İnşallah. İnşallah. Üçüncü tura Gəldik gəldik. üçüncü tura. Üçüncü turda isə gördüyünüz bu parkurdan keçməlisiniz. Parkuru komanda ilə ən tez tamamlayan komanda növbəti tura keçəcək. Parkur Amma necə belə bir parkur şərt ki? var. Parkuru düzgün tamamlamalısınız. Düzdür, parkurumuz biraz ayrıdır, amma Ey. yenə də bir tane eləyin də. Parkuru tamamlayırsınız, qayıdırsınız növbəti iştirakçının əlinə vurursunuz. Gördüyünüz kimi qarşıda bir top var. Amma o topa ən sonda olan, yəni bu iştirakçı ilə bu iştirakçı zərbə endirəcək. Amma başladı. Deməli, başa düşüm bu görək. Qaç. Gedirlər, qayıdırlar. Komandaya ha doğru Soliko. Hə, bildim. Ses. Allah uşaqlar baxın necə gedir. Canavar uşaqlar çox zor gedirlər. Allah düşmən. İncidən təxmin edir dostlar, hansı takım udacaq? Bu Hansı takım kadrdan da udacaq? göründüyü kimi komandalar bərabərdirlər.
Bilmirəm bu dəqiqə izləməmişəm, amma mən bu dəfə Vəziyyət gərgindir. Nəsə, mavi deyirəm. Burna yarışı. İnşallah mavi də yoxsa hə mavi deyirəm. Üstü maneələrdən keçəndə maneələri ilişir. Yəni bu komandada o istəkdə olan. Uşaqlar görürsünüz dağıdırlar. Haydi 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 haydi. Bu bax bu Heç komanda. bir futbolçu güzəştə getmir. Hesab hələ də bərabərdir. Haydi haydi haydi. Dağıtma yoxdur. Dağıtma yoxdur. Dağıtma kaç. Getdi. Kaç dayanma yoxdur. Kaçın. Kaç. Haydi haydi. Sonuncu vur. Kim tez vurdu? Aha kim vuracaq? Kim vurdu? Ve Zayıf bila. ve Aa mən dediyim komandadır. Uşaqlar indi isə artıq 4-cü turdayıq. 4-cü turda isə yanımda 8 tur 4-ə 8 nəfər var. Yəni futbolçular. Dostlar, mən dediyim çıxdı da. 8 konus var və hər konusun üzərində 8 rəqəm var. Siz hər konusu vurmaya çalışasınız. İstədiyiniz konusu vura bilərsiniz. Həmin konusun üstündəki rəqəmi götürüb özünüzdə saxlamalısınız. Və sonda çarx çevirəcəyik. Çarxdan hansı rəqəm çıxsa, ikinci finalist bəlli olacaq. Birinci rəqəmdən 8-ci rəqəmə kimi 8 iştirakçı zərbə endirdi. Birinci Hərə boş özünə getdi, aid yoxsa- olan konusu götürdü və çarxı çevirmək zamanı gəldi. Çarx çevirir. Yollama baxdım gətirsin. Hə, Bastım. Və 1. Kimdir bir? finalçı Hə. oldu. Final. Onda demək ki, nə finalçı qaldı. Onlar bir-birinə qarşı yarışacaq məncə. Uşaqlar 2 finalçı var yanımda. Finalda qarşı. Mən dediyim kimi. Və finaldayıq sonunda. Yanımda 2 iştirakçı var. Sənə qorxmayın, görüşürəm. Uşaqlar sən? Əbdül. Əbdül. Əbdül və bunlar uşaqlar çox çətin bir görevlərdən keçə-keçə gəldilər və finaldadılar. Digər finalçı həqiqətən də çox çətin turlardan keçərək gəlib finala çatdı. Məncə o qalib olmağa çox layiqdir. Amma digər finalçı isə çox şanslıdır. Çünki o yarışmanın əvvəlindən güc sayəsində birbaşa finala vəsqə qazandı. Finalda isə onları qapıçımız gətirir. Nə gözləyir? Qapıçı. Bəli, çox bahalı bir gizli qutu. Görən nə var gizli qutuda? Finalda isə qalibə bu qutu hədiyyə ediləcək. Onun üçün də videolar Mirmiriyev. Dostlar, Mirmiriyevə də abunə olmayı yaddan çıxardım. Məncə 100 min abunə olmağı hak eləyən bir də, yəni. Belə deyim. İlk öncə 15 metrə məsafədə. Smash-Valley. Haydi inanıram. Mən bunu istəmirdim. Haydi. Yəni bu dəqiqə bunun videosu 20 min, 10 min deyil, 100 min, 1 milyon arası izlənməlidir. Yəni elə deyim. Və var da qoldu. İndi isə sıra bu iştirakçı. Deməli, bu da qol vura bildi. Bu da qoldu. Hə, qol. İkisi də qol vurdu. Bəli. Çünki 15 metrədən professional olmayan bir futbolçu da zərbə endirsə əlbəttə qol var. İndi isə 30 metrə. 30 metrə. 30 metrədən zərbə. Metr dala gedir deyəsən. İkinci zərbə. Hər şey 3-də 1 və Hocam vura bilərmi? Qoldu. Hə, deyəsən qoldu. wow, gol. 2-1. İkinci vura bilərsən sizə. Çünki rəqibin vurdu. Rəqibin vurdu deyəsən bunu vurmaz. Və Vura bildim. Məncə qoldu. Oba. oh! Bərabərədilər. Və 30 oyunun ən metr. həlledici anı. Son zərbələr. Qaçıran ucu. Bəlkə də həyatının ən önəmli zərbəsidir. Və son etapda. Çox çətin. Duel edir uşaqlar. Duel edir. Uşaqlar artıq boğazım cırılır, o qədər qışqırmışam. İnanıram. Düzdür, onun tərəfini tuturam, zarafat edirəm. Bayaqdan sən daha güclüsən. Zarafat edirəm, xəstə dəyməsin. Əgər bu videoya 5000 like gəlsə, bunun ikincisini çəkəcəm. Qoldu. Deyəsən, ayda. İştirakçı zərbəni qaçırdığına görə çox üzgündür. Mən də çox üzgünəm, çünki o çempion olmağa çox layiq idi. Bu gol olmasa bu çox peşman olacaq, inanıram. Çünki Mirmiriyev kimi YouTuber'ın 10 il sonra mənim kanalım istibisi keçəcək, peşman olacaqsan gəlsən. O qədər dəqiq. Videosunu düşmüşdüm. Son. Tarixi gol ola bilər. 10 ilə kim görəm istəbisin hesabın olar. Haydi. Qoldu, ayda. Gol. Daha gizli qutunu qazandı. Qazandı. Uşaqlar, mən də çox həyəcanlıyam. Nə, qətqava? Selamlar. Qaldır. O, madalyan falan atdı. Və qaldır. Belə videolara iştirak etmək üçün abunə olmağı unutma. Bu videonu çəkməkdə bizə şərait yaratdıqlarına görə Xəyal və Real müəllimə və Ağa müəllimə xüsusi təşəkkürlər. Miri Games 2-ci bölümünün gəlməsi üçünsə yorumlara nə istəyirsinizsə onu yazın. Və çox pik videoyu dostlar, həqiqətən. Yəni Miri çox bomba bir iş alındırıb da, onu deyim. Bu arada bəyənməyi yaddan çıxartmayın onun videosunu. Mənim də videomu bəyənsəz sevinərəm. İkinci bölümdə gözləyirik mütləq. Nəysə, abunə olub bəyənməyi yaddan çıxartmayın. Mirmiriyev. Bu videonu görürsənsə abunə idi. Yorum atmayı yaddan çıxartma. Nəysə, gələn videoda görüşərik.